İndi isə biz sözü Abid Qafarova veririk. O, işgəncə halları ilə bağlı fikirlərini bölüşəcək. Təşəkkür edirəm və fürsətdən istifadə edərək bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Bu cür tədbirlər Azərbaycanda demokratiya doğru irəliləyiş üçün çox vacibdir. Abid Qafarov, Azərbaycandan jurnalist və hüquq müdafiəçi. Mən burada əsas insan haqları baxımından Azərbaycanda son 4 ildəki vəziyyəti bölüşmək üçün gəlmişəm. Azərbaycan parlamentinin seçkilərdən başlayacağam. Belə ki, mən və Mehman Hüseynov bu seçkilərin namizəd olduğumuza görə təsdiq edə bilərik ki, seçkilər tamamilə saxtalaşdırılıb və parlamentdə xalqın seçdiyi bir deputat belə yoxdur. Hətta deputatlardan biri Elkin Qədirli də açıq etiraf etdi ki, parlamentdə xalqın iradəsi ilə seçilən bir deputat belə yoxdur. Deməli, Azərbaycanda demokratik seçkilər baxımından heç bir dəyişiklik yoxdur və bu Avstraliyanın verdiyi tövsiyənin pozulmasıdır. Hansı ki, 2018-ci ildə bu tövsiyə verilib. Stat, beynəlxalq seçki monitorinqi ictimaiyyətinin gözləntilərinə uyğun azad və ədalətli seçkilər keçirilsin. Statın sonu. Daha sonra araşdırmasında iştirak etdiyim mövzuya keçmək istərdim. Bu, Yunanistanın 2018-ci ilin may ayında verdiyi tövsiyəni əsaslanır. Stat, məhbuslara qarşı işgəncə və pis rəftarla bağlı bütün iddiaları hərtərəfli araşdırın və günahkarları məsuliyyətə cəlb edin. Statın sonu. Hələ 2017-ci ildə Azərbaycan ordusunda yüzlərlə əskər və zabit işgəncələrə məruz qalıb. İstintaq hesablarımıza əsasən 2 ay ərzində 1767 nəfərə yaxın şəxs fiziki, mənəvi və cinsi işgəncələrə məruz qalıb. Rəsmi olaraq 9 nəfər işgəncələr altında öldürülüb, amma araşdırmalarımız 11 nəfərin işgəncələr altında öldürülməsinə aydınlıq gətirilib. Onların siyahısını təqdim edirik. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Mehman Hüseynov may ayının 1-də saxlanılıb, may ayının 8-də öldürülüb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Elxan Ağazadə mayın 1-də saxlanılıb, mayın 11-də öldürülüb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Elçin Quliyev mayın 3-də saxlanılıb və mayın 6-da öldürülüb. Polkovnik leytenant Saleh Qafarov mayın 4-də saxlanılıb, 13 mayda öldürülüb. Süleyman Kazımov mayın 4-də saxlanılıb və mayın 7-də öldürülüb. Leytenant Təmkin Nizamioğlu mayın 4-də saxlanılıb və mayın 13-də öldürülüb. Baş leytenant Sabirli Adil mayın 5-də saxlanılıb və eyni gündə də öldürülüb. Leytenant İlkin Mirzəliyev mayın 7-də saxlanılıb və mayın 25-də öldürülüb. Zabit Səxavət Bünyatov mayın 8-də saxlanılıb və mayın 16-da öldürülüb. Əskər Dayandur Əzizi mayın 20-si saxlanılıb, mayın 12-si saxlanılıb və mayın 20-si öldürülüb. Ruslan Ocaqquliyev iyunun 16-sında saxlanılıb, elə iyunun 16-sında da öldürülüb. 2021-ci ilin mart ayında Kəsus YouTube kanalı bu kütləvi işgəncə hadisəsi ilə bağlı ictimai araşdırmaya başladı. Azər Freedom TV və Kim TV kanalları və mən Kim TV YouTube kanalının aparıcısı idim. Biz müxtəlif növ qeyri-insani işgəncələrdən əziyyət çəkən yüzlər qurbanlarla müsahibə apara bildik. Tətbiq edilən bəzi işgəncə, qeyri-insani işgəncə üsullarının siyasını isə təqdim edəcəm. Və mən başa düşürəm ki, bu işgəncə növləri biraz narahat edici ola bilər. Taxta çubuqlar, plastik və dəmir polad borularla döyülmə. Bütün əskər və zabitlər tamamilə lüt soyundurulub və həmişə bir-birinin yanında saxlanılıblar. Daxili orqanların zədələnməsi, beyin zədələnməsi və korluqla nəticələnən küt adətlərlə döyülmə. Günlərlə ac və susuz qalmaq, əl və ayaqlardan dırnaqların çıxarılması. İnsan ətini bədəninin kəlbətinlə cırmaq. Yerdən
1,5-2 metr hündürlüyünə qaldıraraq oradan həmin hündürlükdən beton döşəmənin üzərinə tullamaq, yaxın qohumları təhqir etmək, oğlunu atanın başına, qardaşı oğlunun, dayının, əminin başına sidikləməyə məcbur etmək, onları bir-birinin əleyhinə ifadə verməyə məcbur etmək, kameralar qarşısında əskər və zabitlərin bir-birini zorlamağa məcbur edilməsi, tarətlərlə bədənin müxtəlif nahiyələrini deşmək, müxtəlif gövdə hissələrində müxtəlif alətlərlə sümükləri qazmaq və deşik açmaq. Bu sümüyündən drellə deşilməsi, plastik materialları əridib bədənin müxtəlif nahiyələrinə əl, sinə, kürək və s. tökmək, kürəkdəki şişmiş yaraları qopartmaq və yaraya duz, spirt səpib çəkmələrlə tapdalamaq, ailə üzvlərini, xüsusilə də uşaqların və həyat yoldaşlarını zorlamaqla hədələmə, alətin ucunu dırnaq altına salaraq ağrı vermək, məsələn, iynə, mismar, taxta parçası və s. Təsirə məruz qalan ərazilərə elektrik enerjisinin verilməsi, ayaqlarından asılaraq boğulmaq, başlarını su ilə dolu qablara itələmək, su əvəzinə sidik içməyə məcbur etmək, günlərlə, həftələrlə təbii ehtiyaclarını ödəməyə imkan verməyərək onları nəcis və funət iyinin içində saxlamaq, divarları, döşəmələri və tavanları insan qanı ilə və insan daxili orqanlarını döşəməyə sıçradığı otaqlarda tamamilə çiklənmiş bir yerdə saxlamaq. Bir çox əskər və zabitlərə dəmir alətlərlə taxta, çubuqlar və çılpaq ayaqları anus keçəcəyinə daxil etmək. İnsanların boğazına butulkadan 5 litrə qədər su tökərək, qarnına təpik vuraraq boğulma hissini yaşatmaq. Ağız və burnu nəm köhnə parça ilə örtmək, üzərinə su tökmək, nəfəs almağı qeyri-mümkün etmək və boğulma hissi yaşatmaq. Şahidlərin sözünə görə bu prosesdə bir neçə nəfər ölüb. İnsanların dişlərini dəmir, polad əşyalarla sındırmaq və çıxarmaq. Bir məmurun sözlərinə görə işgəncələrdən sonra təmizlik yapararkən işgəncə yerindən 10 litrlik vedrə ilə diş yığılıb. Çoxlu əskər və zabitlər bir-birinin önündə zorlanıb. Bir şahidin sözlərinə görə bu zorlamalardan biri Azərbaycan Respublikasının bayrağı üzərində edilib və onlar tərəfindən lentə alınıb. Bütün əskər və zabitlərə bədənin müxtəlif nahiyələrindən ağız boşluğu, çıxarılan dişlər, dırnaqlar, cinsi orqanlar, kabeli anus dəlliyinə keçirərək oradan elektrik cərəyanı vermək. Əskər və zabitləri lüt soyunduraraq birinci və sonuncu əskərləri elektrik kabelinə qoşaraq birdən elektrik cərəyanını keçirərək hamısını bir-birindən yapışmağa məcbur etmək, qatar formasında. İnsanları komaya və ya huşunu itirənə qədər döymək, onları yenidən huşlarına qaytarmaq üçün elektrik enerjisi vermək. Bəzi qurbanlar deyir ki, zərər çəkənlər deyir ki, bəziləri 3 ay qədər komada olub. Buraxılmazdan əvvəl müalicə olduqları xəstəxanalarda günlərlə əl və ayaqlarını çarpayıya bağlı saxlamaq. Bir işgəncə yerindən digərinə keçirilərkən onları lüt vəziyyətdə yük maşınlarına mindirmək və işgəncə vermək. Beton, daş və asfalt səthlərin üzərində insanların sürüklənməsi, əlləri arxadan bağlı vəziyyətdə dizləri üstə oturmağa və günlərlə üzü divara oturmağa məcbur etmək. Onları işgəncə binasının 2-ci və 3-cü mərtəbələrindən asfalt və ya asfaltlanmış ərazilərə atmaq. Ən azı 2 yüksək rütbəli zabitin bu üsulla öldürülməsinə dair şahidlər var. Qurbanların bədəninə naməlum maddələrin yeridilməsi ilə onlar üçün sağlamlıq proqrami yaratmaq və yaxud da ölümünə səbəb olmaq. Həbsdə olan bir çox əskər və zabitlərin həyat yoldaşlarına, habelə onların azyaşlı uşaqlarına fiziki və psixoloji təzyiq. Lampanı zərərçəkənin ağzına daxil etdikdən sonra
ağzına və anal keçəcəyinə yüksək gərginlikli elektrik cərəyanı verərək lampanı zərərçəkənin ağzında partlatmaq. Kamera qarşısında keçərkən kameralar qarşısında zərərçəkənlərin ağzına cinsiyyət orqanlarının yeridilməsi, onları zorlamaq, müxtəlif alçaldıcı və qeyri-insani hərəkətlərin edilməsi. Bəzilərini zəhərli ilanlarla dolu sahədə gəzməyə məcbur etmək və ilanların onları sancması. Şahidlərin sözlərinə görə ən azı bir nəfər belə halda ölüb. Bu sadəcə jurnalist araşdırması deyildi. Biz bütün bu işgəncələri sənədləşdirib Baş Prokurorluğa, Ali Məhkəmə, Parlamentə, Prezident və Vitse-Prezident aparatına göndərə bildik. Lakin 6 ay ərzində heç bir reaksiya olmadı. 2021-ci ilin noyabrında Aşpa məsələ ilə bağlı qərar qəbul etdi və xüsusi məruzəçi təyin etdi. Yalnız bundan sonra 2021-ci ilin dekabrın 17-sində prokurorluq bu işlə bağlı yeni araşdırmaya başladı. Baxmayaraq ki, bu işgəncələrdə yüksək rütbəli zabitlər və generallar iştirak edirdi. Misal üçün, hərbi prokuror Xanlar Vəliyev, Şəfaət İmranov, hərbi prokurorun müavini, general Hikmət Həsənov, korpus komandiri, general Mübariz Rzayev, korpus komandiri, general Mais Bərxudarov, korpus komandiri, general Necməddin Sadıqov, baş qərargah rəisi və general Zakir Həsənov, müdafiə naziri, bütün bu işgəncələrdə adları hallanır, onun təşkilində və s. və laxır. Amma hələlik onların heç biri cinayət məsuliyyətinə cəlb edilməyib. Onlar nəinki azadlıqdadırlar, hələ də vəzifədədirlər, general vəzifəsini icra edirlər və hakimiyyətdədirlər. Azərbaycan hökuməti işgəncələri təşkil edən və tərtib edən generalları həbs etməyib. Amma əvəzində bu işi araşdıran jurnalistləri həbs etdilər. Bu Çexiyanın növbəti tövsiyəsinin pozulmasıdır. Hüquq müdafiəçilərinin və jurnalistlərin əsassız həbsi ilə bağlı iddiaları araşdırın və fikir və ifadə azadlığının ekstremizm, böhtan və ya şərəfin alçaldılması zəminində əsassız olaraq məhdudlaşdırılmasını təmin edin. Əvvəla bu istintaqın aparıcı simalarından olan İlham Asanovunu həbs etdilər. Onu oğlunun toyundan bir gün əvvəl həbs etdilər və o hələ də dəmir barmaqlıqlar arxasındadır. O, saxta böhtan ittihamı ilə hibs edilib. Bir aydan sonra bir il müddətinə mən özüm həbs olundum. Eyni ilə uydurma böhtan ittihamları ilə. Bu Belçikanın tövsiyəsinin növbəti pozulmasıdır. Defamasiyanın dekriminallaşdırılması, yəni sözə görə həbs olunmamasıdır. Daxil olmaqla ifadə azadlığına dair beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün addımlar atılsın. 2022-ci ilin dekabrında həbsxana xəstəxanasında klinik ölümdən sağ çıxdım və sadəcə bu hadisəni ictimailəşdirə bildiyimə görə lazımi tibbi müalicə almadan bir cəza olaraq məni cəza çəkmə müəssisəsinə geri göndərdilər. Bədənimin sağ tərəfində problem var idi. Mən nevroloji insult keçirmişdim. Ailəm məni müayinə etmək və dərmanlara üçün resept yazmağa üçün koloniyaya həkim gətirməyə nail oldu. Mən öz pulumla müalicə aldım. Bu İrlandiya, Çiliyə, Avstriya, Avstraliya, Cənubi Koreya və Braziliyadan gələn tövsiyənin növbəti pozulmasıdır. İnsan hüquqları müdafiəçilərinin vətəndaş cəmiyyətinin əsassız saxlanması, işgəncə və pis rəftarla bağlı bütün iddiaların operativ, effektiv, müstəqil və qərəzsiz araşdırılmasını təmin edin. Xüsusilə fəallar və jurnalistlər üçün. İlham Asanoğlu və məndən sonra hökumət bu araşdırmaya dəstək verən və müsahibələri dərc edən Əvəz Zeynallını, Xural TV-nin təsisçi və sahibini həbs etdi. O ailə həbsxanadadır və gözləri kör olmaq üzrədir. Həbs edilən hüquq müdafiəçiləri və jurnalistlərə heç bir tibbi yardım göstərilmir.
Amma mən düşünürəm ki, biz Oqtay Gülalıyevdən daha şanslıyıq. Ordu işgəncələrini araşdıran ilk insanlardan biri idi. Onun yolu keçərkən maşın vurub və 2 il komada qalıb. Bu yerdə mən Azərbaycanda söz və ifadə azadlığının vəziyyətinə keçmək istərdim. Çünki Norveçin tövsiyəsinə zidd daha bir pozuntu var. Xüsusilə 2017-ci ilin yazında bağlanmış müxtəlif saytların blokunu açmaqla interneti azad söz sahəsinə çevirmək və onlayn tənqidi fikirləri səsləndirən insanların təqibinə son qoyulması. Düşünürəm ki, həbsdə olan jurnalistlərin və blogçuların, blogerlərin siyasını sizinlə bölüşməklə bu məsələni daha qısa və effektiv edə bilərəm. Mənim siyahımda 14 jurnalist və blogerin adı var, amma təəssüf ki, bu tam mənzərəni təsvir etmək üçün kifayət etməz. 1. İlham Asanoğlu Təhmazov, Xəzər İnformasiya, Kaspin İnformasiya Mərkəzinin jurnalisti. Əvəz Zeynallı, Xural Media jurnalist. 3. Polad Aslanov, Xəbərman və Press.az-ın jurnalisti. 4. Mahir Ələkbərov, Mahir Xəttab, jurnalist, Azadinfo.az. 5. Osman Nərmanoğlu Rızayev, jurnalist, Demokratik.az. 6. Nəzakət Məmmədova, Alfa TV-nin sahibi və aparıcısı. 7. Əfqan Xanəliyev, TikTokda bloger. 8. Cəmil Məmmədli, sərbəst jurnalist. 9. Aslan Qurbanov, bloger. 10. Rəşad Ramazanov, bloger. 11. Bəxtiyar Hacıyev, bloger və fəal. 12. Elvin İsayev, bloger və fəal. Ukraynada həbs edilib və deportasiya edilib. 13. Maqsud Mahmudov, bloger. Almaniyada deportasiya edilib və Ukraynada həbs edilib. 14. Samir Aşırov, bloger və fəal. Almaniyadan deportasiya olunub və Bakıya çatan kimi də həbs olunub. Hökumət yeni media haqqında qanun qəbul edib və indi bütün jurnalistlər və media qrupları media reyestrinə daxil edilməlidir. Bu yaxınlarda yeni media qurumu, media agentliyi qeydiyyatdan keçməyən media qruplarının bağlanması üçün məhkəməyə müraciət etdi və bu cəmi 3 gün əvvəl baş verib. Xanımlar və cənablar, Azərbaycandakı vəziyyət təcili beynəlxalq diqqət və tədbir görməyi tələb edir. Biz söz azadlığının boğulmasını kollektiv şəkildə pisləməli və Azərbaycan hökumətini öz vətəndaşlarının, o cümlədən jurnalistlərin və fəalların hüquqlarına hörmət etməyə çağırmalıyıq. Biz öz ölkələrində müsbət dəyişikliklərə nail olmaq istəyənləri dəstəkləmək üçün birlikdə olmalıyıq. Kimisə sualı varmı? Diqqətinizə görə təşəkkür edirəm. Təşəkkür edirik cənab Qafarov. Həqiqətən də sizin burada danışdıqlarınız çox vacib idi. Düşünürəm ki, bununla bağlı sualım var. Bu işgəncələr niyə verildi? Bu işgəncələrin səbəbi nə idi? Tamam, suala görə təşəkkür edirəm və həqiqətən də çox maraqlı sualdır. Ordudakı bütün bu işgəncələr, geniş miqyaslı işgəncələr ona görə baş verib ki, bizim müdafiə nazirimiz və hərbi prokurorlar orduda sanki cadugar ovu keçirirlər. Yəni, Ermənistan tərəfinə işləyən və ana vətənə xəyanət edən xainlərin ovu. Orduda erməni casusları axtarırdılar. Amma heç bir tutarlı dəlil olmadığı üçün geniş işgəncələr verməyə qərar verdilər. Belə ki, işgəncələrə məruz qalan əskər və zabitlərin 3 seçimi var idi. Seçim nömrə 1. Etiraf etmək ki, bəli, mən casusam və Ermənistana işləyirəm. İkinci seçim. Mən özüm casus deyiləm, amma başqa bir insana göstərərək demək ki, başqa bir insan casusdur və üçüncü seçim sadəcə işgəncələr altında ölmək. Və bu işgəncələr altında 360 nəfərə tibbi arayış verdik. Çünki onlar şu butulkalarla, plastik borularla, metal çubuqlarla zorlandığına görə tibbi arayış, tibbi ekspertiza keçirilib, tibbi arayış verdilər ki, onlar
ermənilər tərəfindən zorlanmaya məruz qalıblar. Onlardan 30-dan çoxu vətənə xəyanət ittihamı ilə həbs edildi. Amma 2022-ci ilin dekabrında onlardan 19-unu həbsxanadan çıxara bildik. Amma qalanları hələ də həbsxanadadır. Əsas məsələ əslində odur ki, bu işgəncələri təşkil edən yüksək rütbəli generallar hələ də azadlıqdadır və heç bir məsuliyyətə cəlb edilməyib. Ona görə də biz bu işgəncələrlə bağlı təcili ədalətin təmin olunmasını tələb edirik. Bu, dövlət adlanan bir quruluş üçün biabırçılıqdır və ayıbdır.